Rusiya Ukraynada bütün hərbi əməliyyatları dayandırıb. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna-Rusiya müharibəsində Pasxa atəşkəsi elan edib. Rusiya tərəfi bütün hərbi əməliyyatları aprelin 19-u saat 18:00-dan aprelin 21-i saat 00-a dək dayandırır. Putinin Pasxa atəşkəsi qəfil, qısa və bir tərəfli oldu. Bu, Rusiyanın sülh məsələsinə yanaşmasında nümayiş etdirdiyi vəhşi sinizmi aydın şəkildə göstərdi. Bu barədə CNN-də yayımlanan süjetdə bildirilib. Vurğulanıb ki, Kremlin bəyanatı Vaşinqtonun yaxın günlərdə Moskvanın sülhə ciddi yanaşıb yanaşmadığını təsdiqləmək istədiyini bildirdiyi vaxtda elan edilib. Lakin bu qəfil bəyanat hələ yayımlanmamışdan öncə belə o qədər praktiki çatışmazlıqlarla doludur ki, çox güman Putin tərəfindən sadəcə olaraq Kiyevi müharibəni dayandırmaq istəmədiyi barədə yalan təsəvvürünü saxlamaq üçün istifadə olunacaq. Ukrayna qüvvələri üçünsə belə qəfil və dərhal qüvvəyə minən atəşkəs logistik kabusa çevriləcək. Nəşrin iddiasına görə daha böyük çətinlik dezinformasiya ilə bağlı olacaq. Bu, qoşunların atəşkəsin pozulub-pozulmadığını anlamaq, pozuntuların qeydə alınması və onların necə reaksiya verilməsi ilə bağlı çaşqınlıq yaradacaq. Eyni zamanda qəfil elan olunmuş atəşkəsin bitdiyi anda nə ediləcəyi ilə bağlı da qeyri-müəyyənlik yarana bilər.